Herkese salam qızlar. YouTube kanalıma və yeni bir videoma xoş gəldiniz. Demək neçə gündür ki, bu videonu heç cürəsindən paylaşa bilmirəm. Nəhayət ki, üzərinə səs yazdıran videomu və qoyacağam yüklənməyə, paylaşılsın sizlərlə qızlar. Necəsiz, neyinirsiniz? İnşallah ki, hər şey qaydasında olar. Biz də şükür yaxşıyıq qızlar. Hər şey yaxşıdır. İnşallah hər zaman da belə yaxşı olar. Amin. Allah hər birimizin işlərini yaxşı eləsin. Hər zaman işimiz, gücümüz qaydasında getsin, qurban Allaha. Neyinirsiniz qızlar? Bayramdır. Bayram münasibəti ilə sizi təbrik edirəm. Neçə gözəl illərə. Allah süfrənizi bol ruzulu, bərəkətli eləsin. Qazancınızı halal yoldan nəsib eləsin sizlərə. Sizləri və ətrafınızda olan sevdiyiniz insanları, əzizlərinizi, doğmalarınızı qorusun Rəbbim xətalardan, bəlalardan, pis insanlardan, şərdən, böhtandan, pisliklərdən Allah hər birimizi qorusun inşallah. Bahar bayramı yazın gəlişinin göstəricisidir qızlar və hava açıldıqca təbii ki, insanın ürəyi də açılır. Allah hər zaman ürəklərimizi açsın inşallah. Havalar isinir, havalar isindikcə adamın ürəyi açılır. Belə artıq yay geyimlərinə doğru getməyə başlayırıq. Qışı həddindən artıq çox sevmirəm. Daha çox ən sevdiyim fəsil mənim yaz fəslidir. Çünki qızlar yaz fəslində nə çox isti olmur, nə çox soyuq olmur. Məncə yaz fəsli bu 4 fəslimizin ən gözəl içlərində ən gözəlidir. Dediyim kimi Allah hər birimizə can sağlığı nəsib etsin. Bu gözəl bayram hər birimizə düşərli olsun. Allah bizi arzularımıza çatdırsın. Yarım qalan arzularımız həyata keçsin. İnşallah heç kimin arzusu da yarım qalmasın. Həyatımızda gözəlliklər olsun. Və ən əsası can sağlığıdır. Can sağlığı olduqdan sonra hər şey həyatda mümkündür. Qızlar, bu kremi sizə göstərəcəm. A vitamin tərkibli krem. Biz aptekdən alırıq. Bilmirəm marketdə var yoxsa yox. Çox gözəl kremdir qızlar. Mənim əlimin quruluğunu demək bu krem götürdü. Bir dənə pis xəbərim var qızlar. Axırıncı dəfə dekabr ayının 31-də düzəltmişdim dırnaqlarımı, qaynaq etmişdim. Və onu yanvarın 2-sində söktüm, çıxartdım və o gün bugün idi ki, etmirdim. 2 gün əvvəl ayın 16-sında qızlar dedim ki, artıq 2 aydır da, 2 aydan çoxdur. 2 aydan çoxdur ki, etmirdim dırnaqlarımı, qaynaq etmirdim. Düşündüm ki, bəlkə düzəlib, etdim qızlar. İnanın etməyimlə, yəni bir gün içərisində yenidən o dırnaqları söküb çıxartmağım eyni oldu. Mən belə düşünürəm. Biraz da bu dəfə də biraz UV lampası var, quruducu lampa. Ondan biraz bu dəfə də ondan şübhələndim qızlar. Düşünürəm ki qızlar, bu mənim əlimə yəqin ki, yəni elə bir zərər, yəni elə bir şey qoyub ki, bəlkə də nə bilim, neçə ilə mənim əlim düzələr, bəlkə heç düzəlməz, bilmirəm. Yəni çox pis oluram, həqiqətən çox pis oluram, çox təəssüflənirəm. Gələcəkdə təbii ki, mən bu iş üzrə işləmək istəyərəm. Düzdür, salonda yox. Çünki evdən çölə çıxmaq istəmirəm. Ev daha rahatdır mənə. Evimdə işləmək istəyərəm. Misal üçün müştərilərim falan ola. Amma təbii ki, öz dırnaqlarımı da düzəltmək istəyərəm. Amma belə baxıram ki, bilmirəm, bu nədir belə, bu nə zaman keçəcək, nə zaman bitəcək, bu bilmirəm, başaça bilmirəm. Yəni mənim əllərim artıq o məhsulları götürmür. Anti-allergik məhsullara keçmişdim qızlar. Hər birini daha qəşəng qiymətə, daha da yaxşısını aldım, amma bilmirəm. Biraz ümidim qalıb demək, qurutma aparatımı dəyişməyə. Mən qurutma aparatının orijinalını almışdım qızlar. Sam 5 almışdım. Səhv etmirəmsə 60 manat idi, 55-ə mi almışdım. Bilmirəm, yəni qurutma aparatından olarmı, olmazmı? Axır ki,
Yəni çox təəssüflər olsun, yenə çıxartdım dırnaqlarımı. Öz dırnaqlarım azdan çoxdan biraz uzanmışdı. Kəsdim onları ki, qoy edim görüm necə alınacaq. Hə, qızlar, mən balığı belə qısok-qısok çox xırda etmirəm. Belə iri halda doğrayıram. İri halda doğrayıb belə qızardıram və yoldaşımla ikimizə bir dəfəlik bişirirəm də. Yəni bir də qısok-qısok 4 dənə, 5 dənə, 10 dənə, 10 yerə bölmürəm də. Hə, belə qızlar, bu üzücü xəbəri sizə çatdırmaq istədim. Bilmirəm nə vaxt düzələcək, amma belə baxıram ki, ən azı bir yəqin ki, bu gedişlə mən uzun-uzun müddət etməyəcəm dırnağıma, heç nə bir şey. İndi görək nə olur. Belə. Təki canımız sağ olsun, təbii ki. Belə qızlar, inşallah bu neçə gündür ki, mənim başım qarışıqdır. Təəssüflər olsun ki, sizlə videoda paylaşa bilmirəm, videoda çəkə bilmirəm. Demək, ad günümdə atam mənə qəşəng bir hədiyyə alıb qızlar. Mən o hədiyyəni hələ də sizlə bölüşürəm, indi də bölüşürəm. İnşallah onu çəkib paylaşacağım sizlərlə. Daha sonra keçən dəfə biraz özümə qab-qacaq almışdım dediyim kimi. Onları inşallah sizlə çəkib bölüşəcəm. Sadəcə çəkiliş edə bilmirəm müəyyən səbəblərdən. Hə, belə. Allah hər birimizin canını sağ eləsin. İnşallah huzursuzluqlar bizdən uzaq olsun. Pis insanlar bizdən uzaq olsun. Mərdimazər insanlar bizdən uzaq olsun. Hər şey yaxşı olsun. Hər şey qaydasında olsun ki, bizdən rutin həyatımızı normal davam etdirək. Bir dəfə bir videoda izləmişdim ki, rutin həyatınız üçün şikayətlənməyin. Yəni hər gün həyatınızda eyniliklərdən şikayətlənməyin. Çünki fərqli şeylər baş verə bilər. Həkimlik ola bilərsiniz, nə bilim, polislik ola bilərsiniz, başqa bir şey ola bilər. Ona görə hər gün həyatınız eyni stabil şəkildə gedirsə, oturub ona şükür edin. Ona da görə də şükürlər olsun. Yaxşı ki varsınız. Həqiqətən siz mənim öz ailəm qədər mənə yaxınsınız. Çünki bütün sevincli günlərimi, gözəl günlərimi sizlə paylaşıram. Allah daha da gözəl günlər nəsib etsin, daha da gözəl günlərimi paylaşmağı nəsib etsin və sizlərin də gözəl sədalarını eşitməyi nəsib etsin. Qızlar, bu yeni ildə, yeni bayramda hər birimizə düşərli gəlsin, uğurlu gəlsin. Sizlərlə yeni videolar paylaşmaq diləyilə. Sizləri çox sevirəm, sizləri çox öpürəm. Mən balığı belə qızardıram, belə bişirirəm. Qupquru balıq sevmədiyim üçün və belə çox dadlı olur qızlar. Sadəcə yağda unsuz falan qızardıram. Belə o biz biraz qızardı. Qapağını örtürəm. Buxarda da tam bişdisə vəsə. Belə qızlar, İnşallah bu il hər birimizi Allah arzularımıza çatdırsın. Gözəl günlər, gözəl il, gözəl bahar bizi gözləsin. Gözəl yaz bahar bizi gözləsin. Can sağlığı ilə, huzurla, mutluluqla, bol bərəkətlə, çoxlu paracıqlarla yeni baharımıza girək. Öpürəm sizi, görüşərik, hələlik.